xalqına səslənirəm. Bilirsiniz ki, İlham Əliyev ya zəlzələ ilə, ya bəlbələ ilə xalqı məhv eləyir. İstər sel daşqınları olsun, istər bu yağmurlar olsun, istər zəlzələlər, istər 1-ci, 2-ci, 3-cü Qarabağ savaşları, aprel döyüşləri və s. istərsə də ağzımızın içinə gəlib çatan İran savaşı və ya Paşinyan sonrası Kaçaryan savaşı. Bütün hallarda İlham Əliyev xalqı Trump Amerikanı nə günə qoyubsa ki, İlham Əliyev də xalqı o günə qoyub. Yəni Amerikada Trump ölməsə, Azərbaycanda da İlham Əliyev ölməsə, bu ölkələr xilas olan deyil. Ona görə ey Azərbaycan xalqı, sizə səslənirəm. 2 aydan sonra Ermənistanda seçimdir, seçim olar olmaz. Ya Ermənistan qarışacaq və ən uzağı payıza, İlham qalsa payıza. Hələ ola bilər, yay aylarında Ermənistanla savaş başlaya bilər. Hələ İranla savaş an məsələsidir. Bütün Azərbaycan xalqına səslənirəm. İlham Əliyev üçün tort yeməkdənsə, pox yemək ondan yaxşıdır. İstəyir Ermənistanın başında Kaçaryan olsun. İstəyir Kaçaryan qoşununla gəlib Azərbaycanı işğal edər olsun. İstəyir Fars gəlib işğal eləsin. İstəyir Rus gəlib işğal eləsin. İlham Əliyev üçün savaşan namussuzdur. Savaşan şərəfsizdir. Kaçaryan Heydər Əliyevin xalası oğludur. Azərbaycan hakimiyyətində erməni qanı daşımayan kim var? İlham Mehriban daxil. Müdafiə naziri, Daxili İşlər naziri daxil. Yenə deyirəm, lap Ermənistanın başında Kaçaryan belə olsa, Azərbaycanı işğal eləmək istəsələr belə, zaten Azərbaycan işğal altındadır. Balanızı savaşa göndərməyin. Qoyun İlhamın yerinə Kaçaryan gəlsin otursun. Kaçaryan olsa belə İlham Əliyev qədər bu xalqa divan tuta bilməz. Kaçaryan olsa, Sarkisyan olsa belə İlham Əliyev qədər bu xalqa soyqırım yaşada bilməz. Silahların ağzını İlham Əliyevə tərəf çevirin. Bir adam savaşmasın. Ey mənim vətən evladlarım, savaşsanız oğraşsınız, savaşsanız dəyyussunuz, savaşsanız binamussunuz. Savaşmayın. Vətən imiş. Hansı vətənlə danışırsan hə? Tüprüm sənin devlətinə də, devlət tatiburtlarına da. Hansı vətənlə danışırsan hə? O vətəndəki sənin ana bacını Hindistanın, Ərəbin, Kürdün altına uzadacaqlar. O vətəndəki sənin ana bacını qaçırdıb neynəyəcəklər? O vətəndəki sənin körpələrini Epşteyn adasına daşıyacaqlar. O vətəndəki sənə soyqırım eləyəcəklər. O vətəndəki səni ancaq dəyyus kimi saxlayacaqlar. Nə vətəndə də İmam Hüseyin bayrağına am əskisi deyirlər. Deputatlar deyir İmam Hüseyin bayrağına am əskisi. Əski parçası. Əski parçası harada olur? Bilirsiniz də harada olur? O bayrağımıza deyirlər ki, Heydər Əliyevin ulduzların yerinə Heydər Əliyevin başını qoymalıyıq ora. Yox, oğraş, baboşun başını qoymalısınız ora. Ha, sizin nə bayrağınız var, ay vicdansızlar. Ay vicdansızlar, sizin İlham Əliyev oradadırsa, nə devlətiniz var, nə bayrağınız var, nə himniniz var, nə gerbiniz var. Ay məni başa düşməyən oğraşlar.